Salam uşaqlar, sabahınız xeyir. 10-cu sinif unit 6-ya baxırıq. Health is wealth, sağlamlıq zənginlikdir, var dövlətdir və s. Və mövzuya fokuslananda bizə suallar verirlər ki, bu şəkillərə baxın və sualları müzakirə eləyin. What do you see in the pictures? Şəkillərdə nə görürsünüz, nə görürük? Ay kimi yeyən insanlar görürük və sonra nə görürük? Görürük ki, burada manyak kimi oyun oynayanlar var və gecə saat 3-ə qalıb 20 dəqiqə bir nəfər neynir? Ya telefonla oynayır. Çünki üzünə telefon işığı düşüb. Görürsünüz uşaqlar. Yəni bu insanlar neynirlər? İndi gündəlik insan hamının elədiyi işlərlə məşğuldurlar. Nəysə. In what ways do you think these people's choices can affect them? Yəni deyir bu insanların seçimləri sizcə hansı metodla, hansı üsulla, yəni necə bu insanlara təsir edə bilər? Sizcə necə eləyər? Bax, qarnı nə boyda idi birinci oğlanın. Və burada forum cavablarına baxırıq və deyir ki, sizcə forumun sualı nədir? Gəlin oxuyaq. 17 yaşlı Kate deyir ki, exercising helps my body stay in great shape. İdmanla məşğul olmaq bədənimi möhtəşəm bir formada saxlamağa kömək eləyir. It also helps me get rid of stress and anxiety. O həm də mənə stressdən və narahatlıqdan azad olmağa, canımı qurtarmağa, get rid of azad olmaq deməkdir. Canını qurtarmaq, başından eləmək və s. kömək eləyir. Anxiety də uşaqlar narahatlıq. 44 yaşlı Pamela deyir ki, heç bu 44 yaşına oxşamır. I loved sitting around and eating ice cream while watching a movie. Deyir, mən bir yerdə oturub kinoya baxaraq dondurma yeməyi çox sevirdim. This is something that I used to do years ago. Bu mənim illər əvvəl elədiyim bir şey idi. Now I avoid eating anything with high calories. Amma indi isə mən yüksək kalorili nəsə yeməkdən qaçıram. Avoid nədir? Uzaq durmaq, qaçmaq və s. Having a healthy diet leads to happiness and well-being in my life. Sağlam bir diyetaya sahib olmaq mənim həyatımda xoşbəxtliyə və yaxşı olmağa, ümumi yaxşı hiss etməyə aparıb çıxarır. Lead to, aparıb çıxarmaq. 15 yaşlı Kevin isə deyir ki, last year was very stressful for me. Keçən mənim üçün çox stresli idi. I often felt depressed and sad və mən özümü tez-tez depressiyalı və səd hiss edirdim. Uşaqlar, bu gənclər arasında yayılmış bir hissdir. Bunun da səbəbi telefondur. That was because of a classmate who kept bullying me. Deyir ki, bu ona görə baş verirdi ki, bunun bir sinif yoldaşı var imiş. O ona zorakılıq, necə deyərlər, zorakılıq da deyim, zorbalıq türklər demişkən, hələ qorxu, bizdə nədir? Bullying. Bullying bizdə necə gedir? Bullying sıxışdırılma, yəni. Bax, bunu sıxışdırırmış bir sinif yoldaşı. Pis mənada da, yəni yaxşı bir şey deyil. I spoke to my teacher who helped me deal with the problem. Və mən deyir, bu probleminə məşğul olmaqdan ötürü deal with müəllimlə danışdım. Kim ki mənə kömək elədi bu problemi həll eləməyə. Deal with uşaqla həll eləmək, məşğul olmaq və s. öhdəsindən gəlmək. Və 56 yaşlı Samuel görək nə deyir? My busy schedule və yaxud da schedule, iki cür oxunur uşaqlar, cədvəl. Schedule. Prevented me from eating healthy food. Mənim məşğul cədvəlim, yəni çox zanit cədvəlim, sağlam bir yemək yeməkdən məni alıkoyuyordu, türklər demiş. Prevent, yəni qarşısını almaq,
koymaq, türklər demiş. Yəni mənə elə gəlir siz türkçə daha yaxşı bilirsiniz. Since I had short breaks, I had to order some pizza or a hamburger to the office. Məndə qısa müddətli fasilələr olduğuna görə mən ya pizza zakaz eləyirdim, ya da ki o hamburger zakaz eləyirdim ofisə. Now I regret not bringing some healthy food from home instead of ordering fast food regularly. İndi isə mən deyir daimi olaraq deməli fast food zakaz eləməyin əvəzinə evdən daha sağlam qida gətirməməyə görə peşmançılıq çəkirəm, regret, peşman olmaq. Deməli uşaqlar, sizcə forum question nədir? Forum sualı nədir? Mənə elə gəlir ki, forum sualı uşaqlar do you have a healthy lifestyle? Mənə elə gəlir ki, sizin sağlam həyat tərziniz varmı? Və yaxud da sağlam həyat tərzini necə saxlayırsınız? Bu cür məncə forum suallarıdır və növbəti səhifədə uşaqlar, deməli bu səhifə neçə idi? 97-dən 98-ə heç. Okay, sözlərin mən mənasını dedim. Get rid of, uyğunlaşdıranda make yourself free of something that you do not want. İstəmədiyin bir şeydən özünü azad eləmək. Anxiety, narahatlıq, feeling of being very worried about neysə barəsində çox narahat hiss etmək hissi. Avoid, qaçınmaq, stay away from something or not use something. Nədənsə uzaq durmaq və yaxud da nəysə istifadə etməmək. Well-being, yaxşı hiss etmək. Feeling of being comfortable, healthy and happy. Rahat, sağlam və xoşbəxt olmaq hissi. Bully, bu zorbalıq eləmək. Frighten or a weaker person. Daha zəif bir insanı qorxuzmaq, incitmək. Deal with, öhdəsinə gəlmək, nəyinsə bağlı məşğul olmaq. Take the necessary action in order to solve a problem. Problemi həll etməkdən ötürü lazımi action, hərəkətə keçmək. Prevent, qarşısını almaq deməkdir. Uşaqlar, stop something from happening, nəyisə baş verməsinin qarşısını almaq. Regret də peşman olmaq deməkdir dedik. Və feel sorry about something you've done, elədiyin bir şeyə görə peşman olmaq və yaxud da eləmədiyin uşaqlar. Və yuxarıdakı sözlərdən bu cümlələri tamamlamağa çalışaq. Believe in yourself and never let anyone bully you. Özünə inan və heç vaxt icazə vermək ki, kimsə sənə bully eləsin, kimsə sənə hədə-qorxu gəlsin. You should work together to the time waste, to prevent the time waste, to avoid. Məncə burada avoid gedər. Baxaraq yenə də deyir ki, siz bir yerdə işləməlisiniz ki, vaxt israfından qaçınasınız. Getting enough sleep is important for our well-being. Being. Əlimlə yazıram uşaqlar, xəttim ona görə eybəcərdir. Onsuz da uşaqların bəziləri şikayət edir xəttimin eybəcərliyindən. Okay, kifayət qədər yuxu almaq bizim ümumi yaxşı olmağımız üçün vacibdir. Not reading more when I was younger. I get rid of. I regret. Burada regret olacaq. I regret. Mən peşmanam ki, daha gənc olarkən çox oxumamışam. It's just time to get rid of your unhealthy habits. Deyir ki, özünün qeyri-sağlam vərdişlərindən azad olmaq vaxtıdır, qurtulmaq vaxtıdır. You should deal with, burada deal with olacaq uşaqlar. This problem by yourself, bu problemlə özün məşğul olmalısan. Try to avoid eating. Burada avoid deməli, burada uşaqlar prevent olacaq. Bax, ikinci də burada şübhə ilə qalmışdım. Okay. Mənə elə gəlir ki, burada prevent olacaq. Okay. Mənaları yaxındır. Burada avoid eating.
Avoid nəyə görə burada? Çünki prevent bir dəqiqə, prevent hanı? Prevent fromla işlənir də, okay. Okay, avoid. Yaxşı. Try to avoid eating junk food if you want to have a long life. Uzun ömürlü bir həyat istəyirsənsə, deyir ki, junk food, bu zirzibil yeməklərdən uzaq durmağa cəhd elə. Waiting for exam results is a time of great anxiety. Anxiety. İmtahan nəticələrini gözləmək böyük bir narahatlıq vaxtı olur, yəni belə bir narahat olursan. Sonra nə? Reading biraz uzundur. Görün, vaxt çatarmı? Bunu digər videoda paylaşacağım uşaqlar. Bu qədər. Sağ olun, bəyənin, abunə olun. Sağ olun. 97, 98, 99.